Mənə desələr ki, bütün yeməklər bir yana, bir il dayanmadan ancaq bu yeməyi yeyəcəksən, seç. İnanın səmimiyyətimə, mən bu çığırtmanı seçərəm. Bu bizim zonaya məxsus çığırtmadır. Qəşəng kət çolpası, xoruzu doğrayırıq tikələrə, qaynadırıq. Mütləq kənd çolpası olmalıdır. Ət tam bişəndən sonra kərə yağını tavaya əlavə edirik. Mən ankordan istifadə elədim. Bir qədər kərə yağı əlavə edirəm tavaya. Yağ əriyəndən sonra qaynanmış əti o yüz bu yüz qızardıram. Bu çolpa da ola bilər, toyuq da ola bilər, xoruz da ola bilər. Daha sonra bol yumurtanı üstünə sarı kök və duz əlavə edib qəşəng qatışdırıram. Əlavə edirəm toyuğun üzərinə. Qapağını bağlayıram. 10 dəqiqədən sonra bulyonu əlavə eləyirəm həmin o çığırtmanın üzərinə. İnanın səmimiyyətimə, dəhşət dadlı yeməkdir. Yanında da aş süzürsüz. Superdir.